Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiyai ve seyyidil murselin. Nebiyyina ve habibina Muhammedin sallallahu aleyhi ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna bima yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma emma ba'd. Her bir mümin, her bir Müslüman bu dünyada en çok istediği emellerden birisi de Allah Subhanahu ve Taala'nın razılığını kazanmaktır. Her bir kəs istəyir ki, herkes onun üzerinde çalışır ki, Rabbini razı salsın. Alimler güzel 10 dənə güzel sebepler getiriblər ki, yığıblar, cəm ediblər ki, Allah Subhanahu ve Taala'nı razı salan 10 dənə güzel əməli xatırlayırlar. Və istəyərdim ki, onları öz nəfsimə, sonra da sizlərə kısa bir hatırlatma edim. Buyururlar ki, ilk önce hirsu ala ədai salavatil xams fi vaktiha. 5 namazı vaxtında qılmaq. Möhtərəm qardaşlar, namaz dinimizin ən əsas sütunudur. Necə ki, İslamın 5 şərtində gəlir ki, buniyel İslamu ala xamsin. İslam dini 5 şey üzərində, 5 sütun üzərində bina olub. Onların da birincisi namazdır, kəlmə-i şəhadətdən sonra. Ona görə buyururlar ki, Allah Subhanahu ve Teala en sevimli əməllərdən və Rəbbimizi razı salan əməllərin başında gəlir ki, vaxtında qılınan namaz. Və baxaq görək, biz namazı vaxtında qıla bilirikmi? Evdə olarkən, xüsusən sübh namazını. Və bəzi məqamlarda görürsən, mümin gecikir, namazlarını gecikdirir. Ancaq əfzəl olan odur ki, Rəbbimizin razılığını qazanmaq üçün namazı vaxtında qılmalıyıq. Sonra ikincisi, el-istiğfar. Daimi istiğfar etmək. Allah Subhanahu ve Taala'dan bağışlanma istəmək. Çünki istiğfar ruzini genişləndirir və cənnətə girməyimizə səbəb olur. Və Allah Subhanahu ve Taala'nın ən sevimli və həmçinin ən razı qaldığı əməllərdən birisidir. İstiğfar etmək, bağışlanma istəmək. Çünki hər bir Adəm övladı günah edir. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kullu bəni Adəmə xatta, hər bir Adəm övladı xətakardır. Və sonra buyurur ki, və xayrul xattainə təvvabun, xəta edənlərin ən xeyirliləri tövbə edənlərdir. Və sonra üçüncüsü, Rəbbimizi razı salacaq əməllərdən üçüncüsü, əs-sadaqa, sədəqə vermək. Necə ki buyurulur ki, əs-sadaqatu tutfi'u ğadaballahi azza və cəl. Sədəqə Allah Subhanahu ve Taala'nın qəzəbini söndürür. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, tədəvu mardakum bis sadaqa, xəstələrinizi sədəqə ilə müalicə edin. Sədəqə fəzilətli əməldir və Allah Subhanahu ve Taala'nın razı qaldığı və sevdiyi bir əməldir. Və sonra dördüncüsü, möhtərəm qardaşlar, Rəbbimizi razı salan və sevimli olan Rəbbimizə əməllərdən birisi də orucdur. Necə ki, as-siyam mukaffiratuz zunub, oruc günahların bağışlanmasına səbəbdir və onun da əcri Allah Subhanahu ve Taala'nın yanındadır. Necə ki, Rəbbimiz buyurur ki, əs-savmu li və ənə əczi bihi. Oruc mənə aiddir və onun mükafatı məndədir. Və bilirik ki, bütün əməllərin mükafatını Rəbbimiz bizlərə çatdırıb. Kitab və sünnədə hamısı gəlib. Namaz qılsaq nə qədər savabı var? Sədəqə versək savabı nə qədərdir? Ancaq Rəbbimiz buyurur ki, orucun savabı məndədir. Onu heç kim bilmir. Ona görə oruc da Rəbbimizi razı salan ən gözəl əməllərdən birisidir. Sonra möhtərəm qardaşlar, beşincisi, ət-təsamuh vəl-afu, bağışlamaq, əff etmək. Bu da Rəbbimizin xoşuna gələn və sevdiyi və razı qaldığı əməllərdəndir. Bağışlanmaq, insanları bağışlamaq, hansı ki, o kişini ki, Allah Resulü sallallahu aleyhi ve sellem cənnətlə müjdəliyir, o əməlinə görə ki, hər gecə yatmamışdan öncə bütün insanları bağışlayardı.
Və bağışlamaq da cənnətə girməyimizə səbəbdir və həmçinin də Allah subhanahu və teala'nın razılığını qazanmaq üçün olan ən gözəl əməllərdən birisidir. Sonra möhtərəm qardaşlar, 6-cısı həc ibadəti. Həc ibadəti böyük bir ibadətdir. Hansı ki biz onun ərəfəsindəyik indi, hansı ki həcdən insanlar qayıdırlar və həc ibadətinin mükafatı cənnətdir deyə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur və sonra başqa bir hədisdə buyurur ki, Əl-həccül məbruru leysə ləhu cəzaun illəl cənnə. Qəbul olunan həccin mükafatı cənnətdir və həcdən qayıdan insanın misalı Allah Resulü buyurur ki, kəyəvmi vələdəthu ummu, anasından doğulmuş körpə kimidir. Təmiz olar, saf olar, günahlardan bağışlanmış olar. Və həcc etmək də Allah'a razı salan gözəl əməllərdən birisidir. Sonra 7-cisi möhtərəm qardaşlar, təfrici qurbətən an mümin, bir müminin, bir insanın, bir müsəlmanın çətinliyini aradan qaldırmaq. O da Rəbbimizə ən sevimli olan əməllərdən birisidir. Çünki dünyada hər bir insanın sıxıntısı olur. Və bir insan sənin çətinliyinə yardım etdiyi zaman həqiqətən sənə xoş gəlir. Sən sevinirsən, sən rahatlaşırsan. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim bir müminin, bir insanın işini asanlaşdırarsa, Allah subhanehu və teala qiyamət günü onun işini asanlaşdırar. Sonra möhtərəm qardaşlar, 8-cisi ədəul əmanəti və sıdqıl hədith və husnul civar yuhibbuhullahu azza və cəl. Gözəl, düzgün danışmaq, yalan danışmamaq və husnul civar, yəni ətrafında olan insanlarla gözəl davranmaq, bunlar da Allah subhanehu və teala'nın razı qaldığı və sevdiyi əməllərdir. Ədəul əmanəti yerinə gətirmək. Və sonra 9-cusu Əhabbul kələmi ilallah, Allaha ən sevimli olan, razı qalan kəlamlardan, zikirlərdən birisi də Subhanallah, velhamdülillah, və la ilahə illallah, vallahu akbar. Bu zikri də mümin çox tələffüz etməlidir, çox xatırlamalıdır ki, Allah subhanehu və teala bütün nöqsanlardan münezzəhdir və həm də ona məxsusdur. Və la ilahə illallah, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Vallahu akbar və Allah ən böyükdür. Görün, zikir qısa bir cümlələrdən ibarətdir, ancaq böyük bir mənası var. Ona görə hər zaman mümin bu zikri xatırlamalıdır. Bu da Rəbbimizə sevimli olan gözəl əməllərdən birisidir. Və sonuncusu möhtərəm qardaşlar, 10-cusu Əhabbul ibadi ilallahi əhsənuhum xuluqa. Allaha ən sevimli və ən xoş olan insanlar o kəslərdir ki, gözəl əxlaq sahibləri. Gözəl əxlaq müminin tacıdır, möhtərəm qardaşlar. Əgər bir insanın gözəl əxlaqı olmazsa, onun heç bir pay olmaz, xeyirdən heç bir pay olmaz. Ona görə İslam dinində ən gözəl buyurulan, bizlərə tövsiyə olunan xeyir əməllərdən birisi də gözəl əxlaqdır. Və müminin də tacıdır. Allah subhanehu və teala bu gözəl əməlləri hər birimizə yaşamağa nəsib etsin. Onları əməl etməyə bizlərə müvəffəq etsin. Allah subhanehu və teala hər birimizi eşidib faydalananlardan etsin. Və sallallahu və səlləmə alə nəbiyyina və həbibina.